Biləsuvarın Çaylı kəndinin sakinləri içməli su üzünə həsrətdirlər. Uzun müddətdir yaşanan bu problem sakinləri lap təngə gətirib. Min bir əziyyətlə əkib becərdikləri bağ-bağçanın barını belə götürə bilmirlər. Çünki əkilən məhsul susuzluqdan məhv olur. Kənd sakinlərinin illərdir problemin həlli ilə bağlı aidiyyatı qurumlara etdikləri müraciətlər isə cavabsız qalır. Bura Biləsuvarın Çaylı kəndidir. Adı Çaylı olsa da sakinlər içməli suyu çətinliklə tapır. Kənd sakinləri deyir ki, içməli suyu maşından alırıq. Yəni gördüyünüz kimi bu kanalda biraz bundan qabaq belə bu su gəlib. Yəni bu su içməli sudur. Maşın gətirir, kanistrdən alırıq. İçməli ancaq ondan istifadə edirik. 20 manata gətirirlər maşını. Kənd ərazisindən keçən kanalın suyundan həm məişətdə, həm də bağ-bağçanın suvarılmasında istifadə edilir. Lakin bu da əhaliyə uzun fasilələrlə verilir. Kənd sakinləri deyir ki, illərlə əziyyət çəkib əkib becərdiyimiz meyvə ağacları susuzluqdan yanır. Yəni sular bizim 70 ildir. Ləzi kanalı deyilən var. Onlar hamısı dolub ev yerləridir. Meyvə ağacı yox dərəcəsindədir. Ətraf kəndlərə modul tipli su təmizləyici qurğu quraşdırılsa da nədənsə bu kənd yaddan çıxıb. Kənd sakini Arif Məmmədov deyir ki, vaxtı ilə elə zənn etdik ki, bizim kəndə də bulaqlar quraşdırılacaq. Lakin heç nə gözlədikləri kimi olmayıb. Gəldilər, ölçdülər, pişdilər, bir dənə burada, bir dənə arxa küçədə icra olunmadı. Su alıb içirik, çaxırıdan gətirir, maşınla alırıq, içirik. Bu su içərlər, bu günlərə gəlib. Bütün qoşu kətlərdə var, bulaq var. Yəni bizim kətdə elə bir yaddan çıxıb, pis vəziyyətdədir. Hara gedir, nə bilim, əl çatmaz olub. Məsələ ilə bağlı Biləsuvar Su Meliorasiya Sistemləri İstismar İdarəsindən bildirdilər ki, Biləsuvar rayonunda 17 kənddə modul tipli su təmizləyici qurğu quraşdırılıb. Qalan 8 kənddə isə növbəti illərdə o cümlədən Biləsuvar rayon Çaylı kəndində də modul tipli su durulducu qurğunun quraşdırılması nəzərdə tutulub. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Spayız xəbər, Biləsuvar.